Aya 2000'e kadar ver bunu. Görəndə ki, mənim mesajlarıma cavabı olmadı. Əsəbləşib. Və Heydər Əliyev fonduna saytına və girərək Aya girdi sayta səhviyə girdi. Aya ne yaxşı biz o vaxt bu videonu uşaqlar paylaşmışdı. Aya diyor ki, Zikr ne diyor ha? Sayta diyor, bak Heydər fonduna bak. bölməsində məktub yazdım, e-mail'ımı qoydum və telefon nömrəmi qoydum. Bu şərtlərini təzədən təkrar elədim. Məndən Messenger vasitəsilə onların adamları əlaqə saxlasınlar. Bunu eləməsələr, mən artıq bu informasiyanın məlumatları bütün dünyaya yayacağam. İnformasiya agentliklərinə, səhvliliklərinə, parlamentlərə və s. Siz bir də bunu Əliyev ailəsini sekslə şantaj eləyədir. Bir də buna haçılığına baxır. Çox buna haçılıq məndə olardı. Allah ben senin kızını sikim ben. Sen arvadının ağzına töküm ben. Sen işte olsan. Maaş baktığında bayılmak. Beni de götürdü bayılmak. Ay bile. Ay bunlar başı o kadar cinsi organla meşgul olurlar işten başka. Bunların başı şeyimizin başında. Allah'ım. Senin kızının ağzına kahve töksün. Bir salfet kahve. Gülmekten öldü. Ay Allah'ım. Senin kızına ben verim. Ağzına şirin kuşu. Ay bu hele bu dallı koşan indi Eşat Bey de gelir. Daha Eşat Bey'in sözünü seçmiyor. Koş. Birazdan Zeki de koşacak. Yani bu Tongan'ın etrafına hamını koş. Danla bakalım bunu. Göre ne diyor ha? Ne rahatçılıkta. Ne rahat tanışır. Fikir mi? Hayır gel bakalım. Təxminən ayın 18-i mən deməli Cavit Qurbanovla əlaqə yaratmağa Aynen bilirler. Yok bilirler ki ailenin mama rozası Cavit Qurbanov. Birisi Cavit Qurbanov derdi. Hatta beylerin diye Robert Osman zaten belə. Robert Osman seviyesi bile neyini bilsən Cavit Qurbanova. Vızgır da paparoza, vızgır da belə danışırlar. Bilirler ki ailenin paparozası, mama rozası Cavit Qurbanovdur. Şimdi canım bak. Canım bak. Tamam. biz Telegram mesajları ilə əlaqə. Telegram mesajı Cavit Qurbanovun adına yazıb mesaj yazmaq hansısa bir nömrə ilə çətin prosesiymiş ha. Elə də göstərirlər buna bax güya yazışıbdı. Siz mənlə İlham Əliyevin yazışmasını sabah göstərin burada. Orada danışıqlar apardı. Mən Cavit Qurbanova şərtini səsləndirdim. Dedim 10 milyon avro tələb etmək istəyirdim. Ancaq deməli fikrimi dəyişdim və test olsun deyə mən 5 milyon tələb elədim. Ay Allah'ım. Ay senin arvadının bu neydi? Nereden Ağıyavan'ın dendeyini sikim ben. Kızım çıkarın ağzına verim ben. Ay diyelim 10 milyon istiyorsunuz. 5 milyon. Ay Allah'ım. Allah'tan Ağıyavan'ın var yokunu sikim ben. Ay Allah'ım. Senin kızını Nigar'ı sikim ben. Canım dalına kulak asar ha. Evinde qəhbə saxlayan Ay canım dalına kulak asar ha. Bu ne değil ha. Bu kurtuluya gir. Saxlanılan şəxs etiraf edir ki, bu ümidləri ona Mehman Qulunov və Qabil Məmmədova yaxın olan Elman Əliyev və Məmməd Zəki Səlimov veriblər. Şəxs telefonunda bu adamlarla danışılır. Audio yazısı da aşkar edilir. Canım bak. Salam, necəsən? Nə var, nə? Narahat eləyən. Səndən bir xahişim var. Nəsə o şəkildə tapa bilmirəm. Burada da şəkillər. Bu qız bəyəm Alyonadır. Nəsə böyle burnu oxşar. Я просто не понял. У нее на старых фотографиях парик. Ay ana kadar buna vereyim seni. Evet okşatmadığın şekil üzerinden. Mehribanın yaşantaç eləyirsən sen. Ay altını bunu bir yere takayım. Can Allah bana demedi. Ay sənin Ağıyevin anasını sikim ben. Кстати, она на фото не так уж похожа. Честно, вот немножко это видео подозрительно. Я сейчас не дома. Я домой пойду, я тебе сколько у меня фото есть ее, который в Ютубе был, пошлю. Это не просто судить фотографии. Это очень... это целый большой сериал. После Адана это 100%.
Saxlanılan şəxsin telefonunda olan görüntülərin İndi bu yazılarda Mehman göstərdiyi görüntüdür. Ha bu mənim efrimdə göstərdi. İndi bunu Mehman verəcəm. Mehman, kişi kimi sənə sual verirəm. Bu real Alyonadır ya yox. Ha bu bak. Alon Əliyeva yox ya. Alon Əliyevan o 20 santlıq sikin ağzına soxan Sergey dayıdır. Mən onu hətta deyə bilərəm ki, Alonanın ağzına həkimlər verir. Deniz. Yəni bax bu 100% Alyonadır da. Alonadır. 100% yox, milyon faiz. Demirlər ki, DTK Ya demir ki, sən bu başqa türə videolar yəqin əlində var, sübut eləyəsən də gələcəksən. Ha? sən deyirsən ki, DTK ikinci bir kilo çəksin. Yəni gözlə hələ bir daha bir o suallar verəcəm. Hələ bir səbr elə. onlar 18+ xarakterli saytlardan götürülür. Kadrda olan isə bu tip saytlarda Amber Lulu ləqəbi ilə tanınan qadındır. Onun Ha bu deyir Lulu deyir. Sən göstərdiyin Luludur. Luludur May Mehman. Sən bizi aldadırsanmı? Xalqı aldadırsanmı? Buyur görək. Buna cavab ver elə. Bu Lulu yox, sosu olar. Amber Lulu.